Zodiak bürclərinin arasında ideal qadın anlayışı hər birinin xarakterinə görə fərqli formada təzahür edir. Amma ümumi astrologiyaya görə bəzi bürclər həm xarici, həm də daxili keyfiyyətləri ilə qadınlıq, zəriflik, güc və cazibə balansını ən gözəl daşıyan bürclər sayılır. Gəlin baxaq, hansı bürclərin qadınları ideal hesab olunur? Əkizlər. Bu bürc qadınları həm ağıllı, həm də danışıq qabiliyyətləri ilə cazibədardır. Onlar insanı öz enerjiləri və yumor hissi ilə cəlb edirlər. Hər kəsin yanında fərqli parlayırlar. Məsləhət: həyatdakı çoxşaxəli maraqlarını qoruyun, amma duyğularınızı da gizlətməyin. Xərçəng. İdeal ana, ideal həyat yoldaşı və sevgi dolu bir qadın obrazıdır. Dərin hisslərə malikdir, sadiq və şəfqətlidir. Məhz öz dəyərlərinizi unutmadan başqalarına sevgi verin. Şir zəhmətkeş, cazibədar və qürurlu qadındır. Onun özünə inamı və lider enerjisi ətrafdakıları heyran qoyur. Məsləhət: təkəbbül sizi uzaqlaşdırmasın, sadəliyinizlə də parlağa çevrilin. Tərəzi. Təbii zövq, incəlik və diplomatiya bu bürc qadınlarını ideal edir. Onlar həm gözəllik, həm harmoniya rəmzidirlər. Məsləhət: qərar verməkdə tərəddüd etməyin, ürəyinizin səsini dinləyin. Əqrəb. Dərin hisslər və sirli cazibə bu qadınların əsas silahıdır. O istədiyini əldə etməyi bacarır, sevdiyini ölümünə qoruyar. Məsləhət: güclü enerjinizi mənfi hisslərə yox, məqsədlərinizə yönəldin. Balıq xəyalpərəst, duyğusal və empatik qadındır. Onun ruhundakı yumşaqlıq insanları özünə çəkir. Məsləhət: həddindən artıq fədakar olmayın, özünüzü də qoruyun. Ən çox ideal qadın bürcü kimi tanınan ilk üçlük: tərəzi zövqlü və balanslı, xərçəng şəfqətli və sadiq, şir özünə inamlı və lider ruhlu. İstəsən, mən sənin üçün